Özünüzü təqdim edin. Xoş gördük əziz izləyicilər. Xatırladım ki, biz Səbail rayon Arif İsmailov küçəsi Dalan 1 ərazisindəyik. İki qardaş, iki nəfər, Üçtəpə, Cəlilabad rayon Üçtəpə sakinləri Piriyev Polad Mülayimoğlu, Piriyev Eyvaz Mülayimoğlu bizə şikayət etdi və bizi dəvət etdilər. Buyurun, şikayətiniz nədir? Mənim şikayətim odur ki, mən Piriyev Polad Cəlilabad Üçtəpə kəndi 2015-ci ildə ailə həyatı vurmuşam. Ondan sonra 9 il bizə ailə həyatı vurandan sonra 9 ailə həyatı vurandan sonra mənim keçmiş həyat yoldaşım Abdullayev Rəvanə mənə üzr istəyirəm, xəyanətlər eləyib və evə başqa insanlar gətirib, uşaqların yanına gətirib və başqa yerlərə Bassı Rufani ilə birlikdə körpə uşağına gedib görüşüb. Çox xahiş edirəm. Məni isə indi Cəlilabad rayonu Polad Qarayev məni axtarışa verib ki, güya Piriyev Polad oğlunu güya oğru ev aparıb. Amma elə deyil. Mən məktəbə getmişdim. Bəli, getdim məktəbə uşaqlarımı görməyə və qardaşımla birlikdə, Eyvaz qardaşımla bir yerdə. Getdim, keçmiş qaynənəm uşaqlarını gətirəndə, getdim maşını saxladım, uşaqlarımla görüşdüm, uşaqlarım bizə qucaqladı ki, ay ata, bizi bunların əlindən qutar. Dedim, niyə? Dedi, bunlar bizə işgəncə verirlər və birlikdə Rıza özü dedi ki, mənim anam gecə saat 12-dən sonra gedir üzr istəyirəm, gör şirniyyat evində. Sonra öyrəndik ki, Rıza dedi ki, mənim anam pis işlərlə məşğuldur. Çox xahiş edirəm. Cənab Prezident, sizdən xahiş edirəm, Vilayət Eyvazovdan xahiş edirəm. Bizim həyatımız çox təhlükə altındadır. Çünki bizim evimiz, ərazimiz nəzarətə götürülüb. Kim nəzarətə götürüb? Polad Qarayev, Cəlilabad polis şöbəsinin bütün polisləri 3 maşın adam göndərib ki, gedin Piriyev Poladı tutun gətirin. Niyə görə? Və qardaşımı. Güya Polad uşaqlarını uğrayıb. Amma elə deyil. Mənim qərarım vardı və qardaşımın qərarı var da. Baxın. İcradan bax qərarımız var. Bax, Cəbrayılov Vüsal qərar çıxardıb. Bax burada. Oxuya da bilərəm. İcazə versə oxuya da bilərəm. Buyurun. Verib ki, Piriyev Əziz Poladoğlu, Piriyev Rüqayə Polad qızı ki, analarından alınsın, atalarına verilsin. Qətnaməm əlimdə və burada isə gördüyünüz kimi mənim keçmiş həyat yoldaşım, yəni bu bacısı ilə, Rəvani ilə Rufani, bunlar iki bacı olub. İkisi də məni 51 olublar, zəhər veriblər, 3 dəfə zəhər veriblər. Və kağızlar da vardı, çox şükür ki, amma ölməmişəm. Allah Teala bu sirləri açıb, mən Allahımdan çox razıyam. Çünki sirlər açılıb və burada əslər evdən Rufanə 40.000 manat pul uğurlayıb, Rufanə 40.000 manat, atama pul var idi, vermiş 40.000 manat pul Bir uğurlayıb. sualım var. Buyur. Siz göstərdiniz o kağızdakı sizin həyat yoldaşınız, yəni hər ikinizin... Bəli, bir-birinə üzr istəyəm. Bir dəqiqə, xahiş edirəm. Buyur. Sualıma cavab verin. Siz göstərdiniz ki, əl yazmaları var ki, sizə zəhər verib, sizi öldürməklə, Bəli. yəni ki, bu ittiham irəli sürür. Bəli. Və məhkəmə prosesi oldu. Bəli. Ekspertizada, yəni özləri etiraf etdi. Bəli, polislər, Polad Qarayevin bu sənədlər var ha, bu sənədlər. Hamısı Polad Qarayevin qabağına gedib, prokurorluğa gedib, məhkəməyə gedib, yəni hər bir yerə gedib. Hələ bundan qurtarmır ki, bax bu diskli, çəkiliş bir şeydir. Kamera çəkib, bunun həyat yoldaşı Rufanə, üzr istəyən ifadəmə görə, burada deyib ki, bacımla mən evdə və başqa yerdə körpə uşağla, Zeynəb adlı uşaqla gedib başqa yerlərdə burada etiraf edib ki, Pul müqabilində görüşüblər. Yəni Zeynəb adlı uşaqla deyərkən, yəni öz uşağı ilə. Bəli, qardaşım uşağı ilə. Bildiyim qədər 2 yaşı var. Bəli, 2 yaşı var. Mən də çox xahiş edirəm. Hələ də mən üzr istəyirəm öz övladımı istəyirəm ki, qız uşağım olardı. Piriyev Rüqayə. Çünki orada qız uşağı vardı. Hələ bilmirəm onun başına üzr istəyirəm ifadəmə. Onun başına oradan nə oynasır bilmirəm. Onun böyrəklərini sata bilərlər. Ürəyini sata bilər, hər bir şey eləyə bilər. Başqa işgəncə verə bilər ona. Çox xahiş edirəm. Yəni sizə zəhər verən bir adam. Bəli. Bax daha da mənə zəhər verib, bax bura. Yazıb ki, bacı, Polada 3 dəfə zəhər vermişəm. Zəhər təsir etmir. Gir internetə, şiddətli zəhər tap, bunu öldürək. Bax bu bir. Bax bu telefonları görürsünüz.
Şəkilləri də var. Bax, telefon. Şəkillər də. Bax, Üzr telefon. istəyirəm, çılpaq şəkilləri buradadır baba. Bəli, başqa oğlanların Başqa şəkilləri oğlanların var. şəkillər. Ona buna atdığı şəkilləri var. Görüşdüyü mesajlar, zatlar, yəni hər bir şey ha, Bəli, bəli. çıxarılıb hamısı oradadır. Bax, bu telefonlardır. Telefonlar. Rəvanədən. Siz almısınız o telefonları? Bəli, bəli. Siz almısınız telefonları? Xeyr. Üzr istəyirəm, bu görüşdüyü Görüşdüyü adamlar, oğlanlar. yəni bunu mənə tutub almışam, bəli. Mən əllərindən tutub almışam. Amma bu telefonları üzr istəyirəm, pulla yanıb, görüşdüyü adamlar. Bunlara yəni pul çəkən görüşüb, yəni telefonları 70 alıb manata, alıb. 80 manata o üzr istəyirəm, akla kuşku olanlar yəni bunları alıb verib. Yəni necə olsun? Açıq deyim, yəni bu nə gizlətmək nə var ki, utanmıram, eləmirəm mən. Mən haqqımı tələb edirəm. Çünki mənim uşaqlara bax sən Baba, Allah. 200 dənə də nömrə var. Bax, bu da var. Nömrələri var. Hamısı. 200 Sonra danışdığı nömrələr. Siz Bax- özünüz həyat yoldaşı kimi Bəli. həyat yoldaşlarınıza, yəni belə deyək də o keçmiş Bəli. həyat yoldaşlarınıza telefon işlətməyə icazə verir. xeyr, qəti icazə vermişəm. Bunlar hamısı, yəni mən almışam əllərindən buna. Bax, prokurorluğun qərarıdır burada. Özləri də orada etiraf edib, hər bir şey. Prokurorluğun qərarıdır. Yəni uşaqlar anadan alınsın. Bax, prokurorluğun qərarıdır. İtiradan da var. Hər bir şey anadan alınsın, ataya verilsin. Bax, bunlar hamısı. Yəni sübutlardır. 10 dənə vərəqdir. Bu yəni bu oxumaqla qutaran deyil. Çox xahiş eləyirəm. Vilayət Eyvazov, cənab prezident, ali baş komanda, biz sizə güvənirik. Sizin dəmir yumruq həmişə dəmirdir. Sizə güvənirik. Bizə bir kömək eləyin. Kömək Çünki edin, biz burada Səbaha rayonunda təzyiq altındayıq, qorxu içindəyik. Bizim uşaqlar və mənim qardaşım yoldaşları çölə çıxa bilmir. Evimiz Akrujenyadır. Polad Qarayev bütün polisləri göndərib buna. Mən daha yığılmışam da. Nə eləyəm bilmirəm. Dərdimi kimə deyim? İlk dəfə yoldaşlarınız barədə ərizə verəndə araşdırma yəqin ki Cəlilabad rayon polis idarəsi. Bəli, Polis bəli. şöbəsində. Bəli. Polis şöbəsinə gedən araşdırma nəticəsində sizin yoldaşlarınızın hər ikisinin əxlaqsızlıqla məşğul olmaları barədə qərar qəbul Bəli, olundu və bəli. prokurorluq üstün yazaraq məhkəməyə Bəli. göndərildi. Mən demək istəyirəm ki, yəni hal-hazırda siz Polad Qarayevi burada çox ciddi bir ittiham irəli sürürsünüz. Bəli, bəli. Yəni Bax. ki, Cəlilabad rayon polis şöbəsinin onların siz dediyiniz kimi Bəli. əxlaqsızlığından yetərincə xəbəri var. Bəli, bəli. Bəli. Onun qohumları deyəcəm onun adı nədir? Asif İmanov, üzr istəyirəm. Mənim keçmiş həyat yoldaşım, onların bibisi qızlarıdır. O və onun qaynı Loğman. Yəni Asif İmanovun qaynıdır. Onlara köməklik eləyin. Üzr istəyirəm, cənab prezident. Loğman kimdir? Loğman da ki, Asif İmanovun qaynıdır. Necə kömək edir? Vəkillik eləyir, köməklik Köməklik eləyir. eləyir. Və onlar gördü ki, bu bacarmırıq, təzə bir dənə narkoman vəkil tutublar. Elə deməyin, efirdəsiz. Bəli. Başqa bir vəkil. Bəli, başqa bir vəkil tutublar. Mehman, Bilasvardandır. O da üzr istəyirəm ifadəmə. Sırf o narkoman adamlara köməklik eləyir, satdırıb cəmaatı məhv eləyir. Cavan insanları məhv eləyir. Çox xahiş edirəm. Siz ciddi bir ittihamda Bəli, bəli. Mən nə deyirəm ki, onu deyirəm. Çünki bilirəm nə deyirəm. Asif İmanov onlara köməklik eləyir. Yəni uşaqlar qayıtsın, gəlsin. Cəlilabad polisinə danışır ki, Polad Qarayevə deyir ki, Piriyev Polad, Piriyev Eyvaz gəlsin uşaqları geri qaytarsın. Mən xeyr ola geri qaytarım. Axı bizim qətnamamız var. Bizim qətnamamız var. Bizim sübutlarımız var. Və Polad Qarayevin qabağına bu nömrələri hamısı gedib axı. Başına dönün. nə nömrələrdir o? Bunlar hamısı onlarla danışdığı adamların nömrələrdir. Oğlan kişilər. Bəli, kişilərin görüşdüyü adamlar. Məhkəmədə iştirak eləyib? Bəli, məhkəmədə üzr istəyir, üzərinədir ki, üzr istəyən. Bunlarla pul şəkildə 70-80 manata görüşmüşlər. Kimlə görüşüb? Abdullayev Rəvanə, İlham qızı, Abdullayev Rüfanə, İlham. Hələ onlar Gülməmmədli kəndən qaçıblar onlar. Gülməmmədli kəndən çıxdılar. Ki, yəni cəmaat bildi, cəmaat onları kətdən çıxartdı. Onların yəni pozğunluğuna görə. Ha, nömrələrə bax. Pozğunluqlarına görə kətdən çıxıblar ona. Amma Polad Qarayev, Asif İmanov onlara köməklik edir ki, yəni uşaqları gətirib ver. Xeyir ola. Mənim bax sənədlərim var. Mənim sənədlərim var. Sənədlərə bax. Bu belə sənədin qabağında cənab prezident, ali baş komandanlar. Sizdən xahiş eləyər. Belə sübutlar var. Mənə bir köməklik eləyin. Mənim uşaqlarım oradadır. Çox xahiş edirəm, başlarına hər bir iş gələ bilər. Yəni onlardan nə desən gözləmək olar. Və mənim qardaşım da üzr istəyirəm, Zeynəb adlı qızı onlardadır. 2 yaşı vardı.
Çünki iki qız olardı. Elə biz ləyaqətsiz, Əxlaqsız qadında əxlaqsız bizim qadınlarda iki qız övladı. mənim qız övladım qalmaz. Tamam. Çünki onların anası gəzdi yol boyu Baba. Rüfanədə, Rəvanədə budaq gəzir. Çünki mənim uşaqlarım hələ balacadır, çox şükür. Böyüməmiş mənim uşaqlarım yoxsa onların yolu gedəcək onlarla. Cəlilabad Üzr istəyirəm, rayon bax, məhkəməsinin, Cəlilabad rayon məhkəməsinin hal-hazırda əlinizdə qərar Bəli, göstərdiniz. qərar var. 31 yanvar. 31 yanvar. Bəli, Qərar- 31 yanvar, bəli, qərarım verib bax burada. Orada nə yazır? Qər- Qəzetdə. Qərarım, iddiası təmin. 16 iyul 2016-cı il Piriyev Əziz Poladoğlu, 26 sentyabr Piriyev Ruqayya Polad qızı, Cavabdə Abdullayev Rəvan İlham qızından iddiası Piriyev Polada oğluna verilsin. Piriyev Polad Mülayim oğluna verilsin. Məhkəmə nəticəsi bu da. Yəni qərarım verib ki, alınıb verilsin. Uşaqlar. Bəli, bəli. Doğru, başda dönüm. Qərarın da içində yəqin səbəbi göstərir. Bəli, səbəblər görüşdük, adamlar, orada kimdəyim, mən burada utanıram ki, yəni çox şey demək. Burada kimlərlə pul şəklində 70 manata, 80 manata, onların üzünə duranların hamısının burada adı vardı. Cəbrayılov Vüsal, Sədir, baş Sədir qərarım verib ki, bu uşaqlar yəni alınsın və qardaşımın da icra hakimiyyəti qərarım verib ki, uşaqları yəni alınsın, atalarına verilsin. Söz yox, bunun məhkəməsi Cəlilabad Davam rayon icra hakimiyyətinin qəyyumluq şöbəsi. Bəli, qayyum şöbəsi. Bunun da qərarını çıxardıb ki, alınıb verilsin atana. Söz yox, məhkəmələr davam edir. Bunun məhkəməsi davam edir. Amma ona baxmayaraq biz də yəni uşaqlar bizə sıxındı ki, ata bir yerə getmiş. Bizi də götürün aparın. Yəni uşaqların başı özü də gördünüz. Bit bir an içində. Söz paltarına gətirib dökün bura baxın. Nə günlərdir. Yəni şahidsiniz də. O günkü çəkilişə də gördünüz də yəni Cəlilabadın nə qədər nümayəndələr gəlib görmüşdü. Özü də şahid, özü də çəkdi, saxladınız. Burada müraciətiniz, son müraciətiniz. Sonra müraciətim Vilayət Eyvazova, cənab prezidentimizə, Bizdən çox xahiş Daxili edirəm. İşlər Nazirinə. Və siz bayaq söylədiniz ki, Vilayət Eyvazovun qəbuluna da Bəli, yazılmışam, keçmişəm, məktubda yazmışam, siz son bir vaxtda sizi qəbul edəcəm, sizin müraciəti sizə köməkli olacaq. Yenə də burada müraciətimi bildirirəm. Çünki çox pis vəziyyətdəyəm. Yəni mənə bir köməkli eləyəsiniz. Çox təhlükədir, mənə bir köməkli eləyin. Artıq dərəcədə. Çünki bizi burada boğurlar, sıxırlar. Bizi yəni hər bir şey var. İstəyirsə gedib çəkər, evimin qapısını qırıblar. Mən qorxumdan evimin Sındırıb. kim sındırıb? Polis əməkdaşları, Polad Qarıya göndərdiyi adamlar, Nəbi deyilən adam var. Bəli, cinayət haqslar şöbəsi, bəli. Onun adamları mənim evimin qapısını sındırıb, mən isə evimin arxasını kilitləyib, mən qorxumdan yata bilmirəm, kilitləyirəm, səhərə kimi oyaq qalıram. Siz telefon danışığında o adını çəkdiyiniz polislərdən soruşdunuzmu ki, prokuror kağız veribmi bunlara bu evi sındırmaq? Bəli, soruşdu. Yox, bir dəqiqə. Onların heç bir əsası yoxdur. Onlar qanunsuz yerə yəni bura gəlirlər. Polad Qarayevin, yəni və Asif İvanovun, vəkillərin Loğmanın və Mehman Bilasların, onların əmri ilə bura gəlirlər. Yəni bizi oğurlamağa, uşaqlarımı oğurlamağa. Bizi bura çağırdığınız üçün, öz dərdinizi bizim efirdən danışdığınız üçün sizə təşəkkür edirəm. Biz bilirik ki, bizim sarsılmaz Daxili İşlər Nazirliyimiz var Azərbaycan Respublikasının bu məsələyə diqqətlə yanaşacaq Çox xahiş və sizin edirəm. bütün iddialarınız qəbul olunacaq. Çox xahiş edirəm. Təşəkkür edirik. Bizə köməkli olun sən.